Salam mənim canlarım, mənim kanalıma xoş gəlmisiniz. Hər birinizi salamlayıram, can sağlığı arzulayıram. Like qoyduğunuz əlləriniz var olsun, like qoymağı unutmayın. Mən bu günləri bir gözəl koreyski salat hazırlayıram. Koreyski salatın badımcanın öncədən qaynatdım. Çox qaynatmaq lazım deyil. 6-7 dəqiqə. 7 dəqiqədən keçməsin, sonra yumşalır. Tuzlu suda kaynadandan sonra çıxartdım sudan, koydum biraz soğudu. İndi başlayıb doğrayıram badımcanları. Mən əvvəlcədən xiyarda doğramışam. Uzunsov. İndi badımcan doğradığım kimi biberləri də doğramışam. Sarımsağı da, acı stotumu da. Kırpıb əlavə eləyirəm. Bu səfər soğan əlavə eləmədim. Amma soğanla da çox qəşəng alınır salat. Nə formada istəsəniz doğraya bilərsiniz. Onun fərqi yoxdur. Mən bu səfər uzunsov doğradım. Nə formada istəsəniz doğraya bilərsiniz. Qat-qat hamısını əlavə edib qaba bir konteynerə yığıb göylərdən də reyhan götürmüşəm. Kişniş bir də şüyüd. Hamısını qat-qat yığıb hər dəfə də duzlayıram, aralarına duz atıram. Tərəvəzlərin hamısını yığıb konteynerə qutarandan sonra üstündən əlavə edirəm mən 3 xörək qaşığı zeytin yağı, 3 xörək qaşığı alma sirkəsi, 1 xörək qaşığı pesox, 1 çay qaşığı duz, bir də kişniş toxumu qarışdırıb üzərindən əlavə edəcəm. Çox dadlı, çox gözəldir. Привет, дорогие гости моего канала. Сегодня я готовлю маринованный салат корейский. Сначала баклажан я отварила, убрала баклажан, нарезала перец, огурчики, редиску, горький перец, чеснок, все приготовила. Баклажан тоже немножко осталось, потом баклажан тоже порезала. Все слоями сложила я в контейнеры. Чеснок сколько больше, так вкусно будет готовить. Сейчас я готовлю маринад. Для маринада я взяла 3 столовые ложки масла, растительное масло, любой, у кого что есть. Я взяла оливковое масло, 3 столовые ложки уксус яблочный, 1 столовую ложку сахар, 1 чайную ложку соль. И кориандр я добавила. Очень вкусно, ароматно. Salat обалденный прямо. Benim canlarım salat hazırlanan sonra bir gün ev temperaturasında çalışın saxlayın. Tez-tez çevirmek lazımdır konteyneri ki karışsın içinin yağı, sirkəsi üsttekilərə də qarışsın. Sonra xaladelniyə qoyun. Həftələrlə qalacaq, heç bir xarab olmur. Çox gözəl salatdır. Mən sonra unutdum, sonradan əlavə elədim. Küncüt əlavə elədim. Bunun elə dadı küncütdədir. 2 gün xaladelnikdə saxlayandan sonra nuşucana nuş edərsiniz. 3-cü gündür mən açdım ağzını. Çox ətirli, çox gözəl, xırtıldılı, əla salatdır. Hazırlayıb yəni nuş olsun. Просто супер.